çipslər kimi alınır. Bunu mən qızardanda duz qatmamışdım. İndi isə başqa bir qaba əlavə edib üzərinə duz səpirəm. Yenə də zövqə görə biraz belə qarışdırıram və sonra bu kartofları da əlavə edirəm salatın üzərinə. Kahını da gördüyünüz kimi salatın alt hissəsinə qoymuşam. Çox gözəl görüntü olur. Belə kartofu da səpirəm salatın üzərinə və artıq nuş eləyə bilərsiniz. Kartofu çox qabaqcadan əlavə etməyin, çünki tez yumuşalır. Elə süfrəyə verənə yaxın əlavə etsəz daha yaxşı olar. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, komment yazmağı unutmayın. Çox sağ olun.